Hər kəsə salamlar. Belə bir qab götürürük, kasa deyim. Bunun içərisinə 1 stəkan su, 1 xörək qaşığı şəkər tozu və 1 xörək qaşığı droj əlavə edib yaxşıca onu həll edici və bu hissəsi drojun qıcqırması və yaxud da ki mayalanması gedir. Bunu isti bir yerə qoyuruq. O orada mayalanır və mayalanana qədər biz xəmirimizə keçəcəyik. Öncədən deyim, mən isti qaynar çaydan üzərinə qoymuşdum. Altı yanmayan. Çünki isti olsun deyə, tez mayalansın deyə. Bunu mütləq şəkildə drojunu həll eləmək lazımdır ki, yumru qalmasın drojlar. Tam həll olunmalıdır. Və ondan sonra keçirik xəmirinə. Deməli, xəmirinə mən neylə? 1 stəkan qatıq və onun üzərinə 1 ədəd yumurta, sarısı ilə ağı ilə qarışıq. Bəzi videolarda ağını tökürlər, bəzi videolarda isə sarısını tökürlər. Mən heç birini eləmədim, yəni ayırmadım. Daha belə deyim, hər ikisini, yəni həm sarısı, həm ağını ikisini də bir yerdə ora əlavə elədim. Sonra 1 stəkan, yox 1 stəkan, elə bir armudu stəkan olsun, 100 qram duru yağ. İstəsəz belə qarıdalı, semiçka və yaxud da ki zeytin yağı, hansından evinizdə var, Allah yetirəndən vura bilərsiniz. Əlavə etdikdən sonra bunu yaxşıca həll eləyirik. Yəni qəşəngcə çalırıq və 1 çimdik də duz əlavə eləyərsiniz. 1 çay qaşığı, mən 1 çimdik deyirəm ona. Əlavə etdikdən sonra yaxşıca çalırıq. Unun qədərini sizə deməyəcəm öncədən. Desəz ki, niyə? Çünki hələ bilmirdim ki, un nə qədər gedəcək. Amma mən bunu öncədən çəkdiyim üçün və sonradan səsləndirmə elədiyim üçün 6 stəkan yarım un getdi. Polnu 6 stəkan və yarımı da hissə-hissə, az-az qaşıq-qaşıq tökdüm demək olar. Əvvəlcə bu formada qarışdırırıq ki, çünki qatığın özü və duru yağ hamısı içində və buna mən 1 stəkan da su əlavə eləmişdim. Onu da deyim biləsiz. Çünki xəmir yoğurarkən biraz sulu olmalıdır ki, biz o unu orada rahat şəkildə əlimizdə tuta bilək. Və mayalandırdığımız droju üzərinə əlavə edib, təzədən unu əlavə edib, istəsəz ondan qabaqda, istəsəz, yəni mən 1 stəkan un tökəndən sonra, çünki mayam hələ tam olmamışdı deyə, sonradan gördüm, oldu və belə deyək də 1 stəkan undan sonra əlavə elədim. Amma çalışın vaxtında əlavə edin, mayalanmanı tez qoyun, qoy tez olsun, tez əmələ gəlsin. Və sonra onu əlavə edirəm. 6 stəkan, 200 ml stəkan tutdu və yarımda, pülüsü yarısı belə deyək də. Qəşəngcə bunu yoğururuq. Tam bərk halda olmalıdır, tam sulu halda da olmalı deyil. Orta yumuşaqlıqda, yumuşaq, bax gördüyümüz kimi yumuşaq olmalıdır mütləq şəkildə. Xəmir elə olmalıdır ki, necə deyim, yəni əldə, əli vuranda əlin yumuşaqlığını hiss eləyəsən orada xəmirin. Xəmirimizi yoğuruq qurtardıqdan sonra üzərinə bir striç və ya da bir kulyok keçirdib isti bir yerdə qoyuruq, əmələ gəlsin, ta ki qəşəng əmələ gəlib aşıb daşdığı vəziyyətdə mütləq şəkildə üzərinə isti nəysə bir əzyalımı deyim, nəyisəmi qoyun ki, o qəşəngçinə əmələ gəlsin. Əmələ gəlməsə pirajkiləriniz qəşəng, ləzzətli, yumuşaq çıxmaya bilər. Və burada isə mən bunu yəni qoydum 1 saat, mayalandı 1 saat 15 dəqiqə. Baxdım, gördüm ki, əməlli başlı necə əmələ gəlibsə, necə aşıb daşıbsa paketin içərisinə, təzədən onu bir dəfə yoğurmalıyam ki, daha yaxşı əmələ gəlsin. Açdım, onu bir də yoğurdum yüngülvari, üstünü, üzərini bağladım, təzədən həmin yerinə qaytardım və öncədən kartofları bişirmişdim və duzudur, istiyotudur, sarı köküdür, bunlar ərvalarını əlavə eləmişdim, püre halına gətirdim və kənarda doğradığım sveji göyərtiləri onun üzərinə töküb və quru göyərtilərdən də nanə, reyhan, ağ reyhan və şüyüd də varsa onlardan da əlavə edib və yaxşıca qarışdırırıq ki, kartofun hər tərəfində olsun. Duzuna mütləq şəkildə kartofun baxın. Əgər duzu azdırsa, yüngülvarı qabınızda duzu əlavə edin. Təbii ki, yəni hissə kartofu bu hal, yəni düzəldirəm göyərti ilə falan. Ondan sonra bitdikcə yenə də əlavə edəcəm. Xəmirimiz ikinci dəfədə çox qəşəng gəlmişdi, əmələ gəlmişdi. Xəmir əlimdə pık eləyirdi, ləzzətli idi. Adam istəyir xəmirin özünü bu formada ilə götürsün, yesin. Və keçirik hazırlanmasına təbii ki. Əlinizin altına mütləq şəkildə püf nöqtəsi budur. Bir nəlbəkidə və ya bir qabda yağ əlavə edib saxlayın, duru yağ. Çünki əlinizi yağa batırıb, əliniz yağlı olmalı, stolun üzərində yağlı eləməlisiniz. Yəni əlinizi yağ vuranca stolun üzərinə də
əlinizdən yayın ki, xəmirlər oraya yapışmasın, nə də əlinizə yapışmasın. Rahat şəkildə onu əlinizə kündə halına gətirib və yaxud da ki, içini doldurarkən əlinizə yapışıb təzədən açılmasın və yaxud da ki, xəmir cırılmasın deyə. İçini hazırladıktan sonra və bunu qoyuruq bir 5 dəqiqə, 3 dəqiqə təzədən bu halda əmələ gəlsin və həmin zamanda da tavanı qoyursunuz, yağı üzərinə qoyursunuz. Burada 1-2 dənəsini bişirmişdim. Tavanın içinə eləliyinə baxmayın. Çünki 2-3 dənə piraşki bişirərkən onun istər-istəməz qırıntıları tavanın içərisinə tökülür və dedim sizin üçün də çəkim. Bunlar yaxşıca qızardı. Son halı ilə görüşərik inşallah. Bu arada abunə olub, like atıb, yorum yazsaz bacınızı çox sevindirərsiniz və belə videoların ardı daha çox gələcək inşallah. Bu da son halı, çox yumuşaq, pambıq kimi görürsünüz. Bir əllə belə döndərərkən bölünür 2 yerə. Çox ləzzətli, çox dadlı. Hər şey kıvamı yerində deyirlər türklər. Siz də edin, nuş eləyin.